Salam millət, hər vaxtınız xeyir olsun. Bugün sizə 3 indikator haqqında danışacağım. Hansı ki el arasında hamı onu istifadə eləyir, ancaq çoxumuz ondan düzgün istifadə eləyə bilmirik. Bu günlərdə mən öz baxış bucağımı sizinlə paylaşacağım. Yəni mən bu indikatorları necə görürəm, bunlardan necə səmərəli istifadə eləyə bilirəm. Elə olur ki, düz olur, elə olur, olmur. Yəni belə bir şey. Qısa dildə desək, bu videoda siz bu indikatorlardan necə düzgün istifadə eləmək olduğunu öyrənəcəksiniz. İlk öncədən deyim ki, bu indikatorlardan tək istifadə eləyərək gəlir mənbəyi kimi baxmayın. Bu indikatorlar sadəcə sizə köməkçi kimi istifadə oluna bilər. Ancaq bir şey də öncədən deyim ki, bu indikatorlar sizi səhv yönə də yönləndirə bilər. Ona görə indikatorlardan istifadə eləyərkən texniki analizlə onları bir tutun. Minimum 2-3 indikatorun düz gəlməsi və texniki analizin təsdiqi lazımdır millət. Burada hansısa bir pattern ola bilər və yaxud da ki, hansısa bir dəstək və dirənc zonaları ola bilər. Ona görə çayınızı istəyin millət, biz isə getdik. Deməli millət, biz monitorda fund-out valyutasını görürük və fund-out valyutasında biz RSI-dan istifadə eləmək istəyirik. Birinci indikatorumuz RSI-dır, hansı ki, həddən artıq alınan və ya satılan tərəfi göstərir və bu bizə çox gözəl göstərici ola bilər ki, məsəl üçün biz bazara girmək istəyirik, biz baxa bilərik ki, görəsən burada daha çox satış olub, yoxsa alış olub. Yəni hansısa bir qərar etməmişdən öncə biz RSI-ya baxırıq və qərarımızı qəbul edirik. Yəni RSI bizə köməkçi vasitə kimi görünür. Çünki biz bazarda birbaşa bilə bilmirik orada nə qədər adam var. Aydın olurmu sizə? Yəni bəli, siz hərəkəti görə bilərsiniz, hər şeyi görə bilərsiniz, amma RSI yenə də sizə daha çox satış və alış olduğunu göstərəcək millət. Yəni köməkçi kimi istifadə eləyə bilərsiniz. Yaxşı indikatordur. Yəni sırf RSI-da 70-30 ilə işləmək söhbəti yox, amma siz bundan həqiqətən də düzgün bir şəkildə istifadə eləsəz, bu indikator sizə köməkçi ola bilər. RSI nədir? Relative Strength Index. Bəlkə də düz demirəm, ola bilər. Yəni bu o qədər də önəmli deyil bundan istifadə eləmək üçün. Bazarın gücünü ölçür. 70-dən yuxarı olduqda overbought, yenə də deyirəm, düz deyirəm, ya səhv deyirəm, fərq eləmir. Burada yazılı görürsən zaten. 30-dan aşağı olanda oversold. Yenə də bu 30-la 70-lə tək işləməklə iş düzəlmir millət. Yenə də dediyim kimi texniki analizdə önəmlidir, üst-üstə gəlməlidir. Məsəl üçün RSI trendə qarşı istifadə oluna bilməz. Əgər siz hansısa bir trend, məsəl üçün deyək ki, short trendi gedir və siz short trendinə keçid almaq istəyirsiniz. Sizdə elə bir hadisə baş verir ki, RSI dibi göstərir, amma dibin dibinə gedir. Yəni belə eləmək olmaz. Bu daha çox bokovoy trenddə, yəni böyürləmə gedən, scalping deyək, belə bir yerlərdə daha yaxşı işləyir, belə bir yerlərdə daha yaxşı köməkçi ola bilər. Gəlin mən sizə RSI-yi burada da göstərim millət. Keçirik biz burada indicators bölməsinə və burada biz yazırıq RSI. Prosta RSI adı yazılıb burada. Görürsünüzmü? Все, götürdük, əlavə elədik. Göstəricilərini görürük. Hal-hazırda bizdə 30-un 70-ədir və dostlar, burada biz nəyi görə bilərik? Biz hal-hazırda görə bilərik ki, fund-out valyutasında qiymət çox satılıb və hələ də satış davam eləyir. Ancaq biz tam dibi görə bilməmişik hələ ki. Yəni RSI bizdə bunu göstərir ki, hal-hazırda trend aşağı yönlüdür. Yəni aşağı gedir. Short pozisiyadır yəni hal-hazırda burada və biz tək buna baxıb məsəl üçün yuxarı əməliyyat aça bilmərik. Допустим, baxaq biz görək. Məsəl üçün bura baxa bilərik, dip, görürsüzmü? Dibi göstərib, məsəl üçün bəli, buradan long keçidi olsaydı götürmək olardı, amma götürməsəydi sonra gedərdi aşağı. Görürsüzmü? Bu dip, görürsüzmü? Baxın. Tak. Deməli, uşaqlar. Bu diblə bu dib eynidir. Görürsüzmü? Yəni bu dib, amma belə baxanda eyni pozisiyadadır. Ona görə millət, burada bir dənə düşüş, yəni buradakı kimi deyil. Burada biraz fərqli göstərirlər. Burada sadəcə satışın və yaxud da ki, alışın çox olduğunu görmək olar. Məsəl üçün, burada biz görə bilərik ki, alıcılar, yenə də bura gəlirik. Görürsüzmü? Məsəl üçün, burada pik göstərib. Görürsüzmü? Buradan əməliyyat açsaydınız. Belə yerlərə millət gələndə əməliyyatların çoxu uğurlu alınır. Sadəcə uşaqlar, yenə də deyirəm, biz buna texniki analizdən baxmalıyıq. Biz bir dənə baxaq görək, burada niyə görə belə bir reaksiya əmələ gəlib, nəyə görə burada işə yarayıb
Aydın olurmu sizə? Məsəl üçün burada da görürsünüzmü dibə gəlib və burada da belə bir şey var. Buradan götürüb gedib məsəl üçün buradan bəli long açılsaydı, əlbəttə ki, qəşəng bir pozisiyaya götürmək olardı. Hal-hazırda biz baxaq görək burada niyə görə belə bir korreksiya olub, nəyə görə burada RSI özünü çox yaxşı göstərib. Aydın olurmu uşaqlar? Baxaq bir dənə görək RSI bizdə niyə görə belə yaxşı işləyib. Keçək biz böyük time frame-ə. Baxaq görək burada dayanma nəyə görə baş verib. Biz gedirik tam arxalara, baxırıq biz. Aha, görürük ki, H4-də heç nə görünmür hələ ki. Aha, biz artıq millət bir günlük Şama keçəndə görə bilərik ki, bizdə solda sahələrə görə, məsələn, resident sahəsi sayılır bura. Yəni onu da səhv deyə bilərəm, ola bilər ingilis dilində. Residence deyilir bu. Belə bir adı var. Aşağıda olanda isə support deyilir. Yəni dəstək və dirənc zonaları fərq eləmir millət. Siz onun adını top da deyə bilərsiniz. Əsas odur ki, işə yarasın, yəni işləsin sizdə. Baxın, burada bizdə təpə var, burada da təpə var və bizdə RSI da qışqırır ki, sən artıq təpələrdəsən. Yəni buradan short əməliyyatları açmaq olar. Hal-hazırda trend yuxarı gedir. Burada birbaşa short əməliyyatı açmaq swing əməliyyatı üçün ideal olardı, amma day trade üçün gözləmək lazım olardı ki, məsəl üçün bura qırılsın, допустим, belə deyək. Məsəl üçün bura bizdə qırılsın, yəni gəlsin belə buranı qırsın, burada bərkisin və buradan artıq biz belə bir short əməliyyat aça bilərik. Amma bu millət yuxarı gedib əgər buralarda bərkiyərsə, burada artıq burada hələ bir də görürsünüz ki, belə bir iynə də olacaq, gəlib buradakiləri yoldan çıxartmaq üçün və buradan ondan sonra gedəcək yuxarı. Yəni bunu gözləyib əməliyyat açmaq day trade üçün daha önəmlidir. Swing üçün isə bu o qədər də önəmli deyil, çünki swing üçün bu sahə çox güclü bir sahədir. Millət buradan çox nadir hallarda olar ki, o baş götürüb gedər. Çünki bu təbiətin bir qanunudur. Bir şey həmişə yuxarı gedə bilməz və burada psixoloji olaraq güclü bir zonadır. Yəni bu 8500-lər. Buradan mütləq və mütləq şəkildə hansısa bir reaksiya, korreksiya olmalıdır. Çünki artıq qiymət çoxdan qalxır və belə bir korreksiya olmalıdır. Yəni bunları biz gözləyirik. Amma qalxan trendə birbaşa short da girmək, yəni biraz ağılsızlıqdır. Çünki burada biz görürük ki, hər dəfə bizim maksimumlarımız yuxarı doğru gedib. RSI bizdə belə bir hərəkətlərdə bizə kömək ola bilər millət. Keçək biz ikinci indikatorumuza görək. İkinci indikatorumuzda necədir vəziyyət? İkinci indikatorumuz millət Bollinger Bands. Hələ buna belə də deyirlər. Deyir ki, Bollinger ilə trendin nəfəsini hiss et. Yəni belə bir güclü bir böyük adı var, amma mən çox da istifadə eləmirəm. Olur, nadir hallarda yenə də deyirəm, bunu dostlar öyrənmək lazımdır, baxmaq lazımdır necə bir yerlərdə Bollingerlə işləmək olar. Uşaqlar daha çox təlimlər üçün akademiyamıza qoşulun. Bu videonu mən akademiya üçün çəkmişdim. Dedim bunu YouTube-da da sizin üçün paylaşaq. Bir təlimimizdən siz də yararlanasınız. Yəni bizim akademiyada belə təlimlər demək olar ki, hər həftə paylaşılır. Ona görə də hər birinizi akademiyada gözləyirəm. Konkurs da var uşaqlar. Konkurs. Burada qalibi görürsüz. Siz də konkursda iştirak eləyərək bizdən $50 qazana bilərsiniz. Sadəcə altaşər yazırıq, videonu bəyənirik və kanala abunə oluruq. Təşəkkürlər. Bollinger Bands nədir? 3 xətt, orta xətt, ma, üst və alt bandlar. Volatillik göstəricisi. Qiymət bandın çölünə çıxarsa çox vaxt geri dönür. Düzgün istifadə yalnız çölə çıxan şamla deyil uşaqlar. Bir dənə o şamdan əmələ gələn şey deyil. Sıxılma və breakout izlənməlidir və yenə də deyirəm, yenə də burada texniki analizdən istifadə olunmalıdır və imkan varsa volumdan da istifadə edin. Baxın görün necə qalxışlar var. Yəni nə qədər adam var bazarda. Volum nədir uşaqlar? Yəni həcm, bazardakı həcmə baxmaq lazımdır və Bollingeri köməkçi kimi istifadə eləmək olar. Hal-hazırda biz Bollingeri əlavə eləyəcəyik bura. Əgər dostum ilk dəfə bizim kanalı izləyirsənsə, bizim kanala abunə ol və bizim videolarımızı izlə. Bütün rəsmi linkləri millət aşağıda saxlamışam. Ən etibarlı və ən aşağı komissiyalarla brokeri aşağıda saxlamışam millət, götürün, istifadə eləyin, yararlanın. Kim istəsə Signal kanalımıza da qoşula bilər. Pakaşto bizdə Swing Signal kanalıdır millət. Yəni bizdə belə deyim sizə, siqnallar ola bilər ki 2 gün, 3 gün, 5 gün çəkir. Uzun müddətlidir. İndi bizim gələcəkdə bir dənə planımız var, onu deməyəcəm. Olanda özünüz görəcəksiniz, biləcəksiniz.
Orada day trade olacaq. Yəni belə deyim sizə. Vəsə. Yenə də uşaqlar, özünüz də trade eləyirsinizsə, onsuz da pulsuzdur. Swing-ə də girə bilərsiniz. Deməli belə uşaqlar. Bizdə Bollinger Bands quraşdırılmasını burada saxlayacağam uşaqlar, görə bilərsiniz quraşdırılmanı. Belə bir period olmalıdır. Adətən standart olur. Yazaq bura Bollinger Bands, Fibonacci var. Strateji var, Bollinger Bands. Baxaq, odur mu? Bəli, odur. Uşaqlar, əlavə elədik. Rahat bir şəkildə. Vəsə. Bollingerimiz artıq bizim kadrdadır, bizim ekranımızdadır və biz Bollingeri görə bilərik uşaqlar. Burada biz nə görə bilərik? Gəlin biz götürək bunu, analiz eləyək, baxaq görək. Bollinger burada necə bir iş görüb. Gəlin bir dəqiqə buradan çıxım, mən bir dənə arxaya çəkim, bir qlobal baxım ekrana. Aha, bizdə burada resident sahəsi var. Burada bizdə belə bir sahə var. Bu sahəyə bir neçə dəfə gəlib dəyiblər, qıra bilməyiblər. Axırda bu sahəni qırıblar. Hal-hazırda bizdə burada H1 time frame-idir. Biz buna hal-hazırda bəlkə də day time frame-ində baxsaq, bu yalançı qırılmadır. Çünki millət funt, avstraliyski dollar, mən bu valyutanı çox izləyirəm və bunun təxminən haralara gedib gələcəyini bilirəm. Uşaqlar, nəyə görə? Çünki 100 dənə valyutada əməliyyat açmaqla deyil. Ondansa 3 dənə, 4 dənə valyutanı yaxşı öyrən və onun hərəkətini izlə. Yəni burada ancaq belə uğur əldə eləmək olar. Bəli, minuslar olur. Heç bir şey olmaz. Normal bir şeydir. Əsas odur ki, sən qazanırsan. Az qazanırsan. Bunların hamısını öyrədirəm millət. Tək siqnalla əmələ gəlmir. Yəni bilirsiniz necə? Burada elə situasiyalar olur, özün qərar verməlisən. Ona görə özünüz öyrənin, çörəyinizi özünüz qazanın. Burada yaxşı pul var. Yəni deyim sizə biləsiniz. Bu işi bacarandan sonra özünüz görəcəksiniz ki, xərclədiyiniz, itirdiyiniz, yəni siz belə qəbul edirsiniz. Mən heç bir vaxtımı itirmiş kimi qəbul eləmirəm. Əksinə qazanmış kimi qəbul eləyirəm. Siz də elə qəbul eləyin millət. Qazanmağa başladıqda özünüz görəcəksiniz ki, yaxşı da elə bunu seçmişəm və öyrənmişəm. Vəsə, Bollinger, uşaqlar, Bollinger. Baxırıq biz Bollingerdə nə var? Millət, bizdə deməli, yuxarıda bir xətt var, aşağıda, ortada bir göy xətt var və aşağıda yaşıl xətt var. Bu xəttləri siz ürəyiniz istəyən rəngə çevirə bilərsiniz. Heç bir önəm daşımır. Yəni bu xəttlər nədir? Qırmızı xətt bizdə alışın pik səviyyədə olduğunu göstərir. Aşağı yaşıl isə satışın pik səviyyədə olduğunu göstərir və alıcıların burada çoxaldığını göstərir. Yəni məsəl üçün aşağı görürsüz yaşıldır. Yaşıl o deməkdir ki, burada artıq alıcılar bazara girir. Millət, bazarda iki cür adam var. Biri var alıcı, biri var satıcı. Yəni bazarda hansı üstünlük təşkil eləyirsə, onu da o tərəfə də bazar gedir. Yəni belə hərəkət eləyir bazar. Aydın olurmu sizə? Yəni bunu da market makerlər idarə eləyirlər. Bu haqqda daha çox mən akademiyada danışıram, çünki çöldə bayırda deyiləsi sözlər deyil. Baxırıq biz, görürük ki, biz burada nə görə bilərik? Məsəl üçün elə adam ola bilər ki, buradan belə bir korreksiya eləyib yuxarı keçid almaq istəyər. Bəli, düzdür, ola bilər. Amma bizi bu dəqiqə maraqlandırmır. Bizi maraqlandıran bizim indikatorumuzdur. Biz baxırıq ki, həqiqətən də indikatorun təpəsinə gələrək oradan aşağı gedib. Amma dostlar, bu canlı trade edən zaman belə olmur. Bu yavaş-yavaş trendlə yuxarı qalxır və sən bunun sırf belə bir yerdən keçid almırsan. Yəni indikatorlar gecikməklə işləyir. Böyük time frame-lərdə bu yaxşı, daha yaxşı effekt verə bilər. Çim balaca time frame-lərdə. Bu da millət bokovoy trenddə yaxşı işləyir. Trendə tərəf, trendin əksinə bu o deyil. Yəni bundan istifadə eləmək ümumiyyətlə tək bir şəkildə mən məsləhət görmürəm. Axırda mən 3 indikatorun üçünü də bir-birinə callayacağam, üçünü də bir yerdə burada qoşacağam və orada baxacağıq biz situasiyalara necə girmək olardı və necə qazanmaq olardı. Bu bizdə Bollinger'dır və biz burada belə bir situasiya görürük. Vəsə, yaxınlaşdırıram mən. Yaxına yaxınlaşdırdıq millət və biz görürük ki, burada belə bir divizyon olub, hərəkət. Yuxarı bir hərəkətimiz olub və orta xəttimiz pastayanlı orta ilə gedib. Burada isə bizim orta xəttimizi qırmızı şamımız kəsir. Qırmızı şamımızın kəsməyinə baxmayaraq, millət, burada rezidensiya var bizdə və bizim qiymətimiz bura gəlir. Məsəl üçün, bura gəlir bizim qiymətimiz hal-hazırda və biz görürük ki, burada bizdə direnç nöqtəsi var. Dəstək, belə deyək, dəstək nöqtəsi var, direnç yuxarıda olur uşaqlar. Dəstək nöqtəsi var, support da deyə bilərsiniz buna. Burada yüngül bir korreksiya olacaq və uşaqlar, burada imbalans var və burada doldurulmayan yer var. Faktorları siz nəzərə almalısınız və burada əməliyyat açanda biraz beyninizdə
bir canlanma olmalıdır ki, aha, mən buradan açdım. Deməli, burada hansısa bir order blok var və yaxud da ki, hardasa bir FVG var və burada texniki analizlə cavab verir. Burada hər şey əladır. Okey, mən burada deməli Bollinger Bands'a qulaq asa bilərəm və əməliyyata girə bilərəm. Belə istifadə eləmək lazımdır. Tək oturum, buna dəyəndə girim aşağı, buna dəyəndə girim yuxarı. Yox uşaqlar, elə şey eləmirik, batırarsınız. 100% elə şey eləmirik. Yalnız və yalnız bunu 2-3 indikatordan bir yerdə və texniki analiz strategiyanızdan bir yerdə istifadə edin. Vso. Yəni köməkçi kimi yararlana bilərsiniz. Yəni siz bilməlisiniz bu nədir? Çünki tradersınız və bu çox köhnə indikatorlardandır. Bu ilə işləyən çox trader var. Sadəcə konkret, yəni oturub bunu öyrənirsiniz və baxırsınız hansı valyutada demo hesabla baxırsınız. Aşağıda link saxlamışam millət brokerə, yəni orada demo hesab açıb baxa bilərsiniz. Baxın hansı valyutada sizdə yaxşı işləyir. Həftəlik orada yer var. Girirsiniz, baxırsınız. Görün mən həftəlik nə qədər çıxarış eləmişəm və yaxud da ki, həftəlik mən nə qədər hansı valyutada trade eləmişəm, hansı valyuta mənə daha çox xeyir verib, hansı valyuta mənə az xeyir verib. Yəni belə bir şey var orada uşaqlar. Oradan baxa bilərsiniz. Görürük ki, bizdə burada hal-hazırda qırır və aşağı getmək qərarına gəlir. Burada heç bir əməliyyat açmırsınız, çünki Bollinger burada heç bir siqnal vermir sizə. Çünki tək Bollingerlə də iş düzəlmir. Biz burada hal-hazırda heç bir əməliyyata girmirik. Girsək belə short girə bilərik və öz stop lossumuzu bura qoya bilərik. Yəni belə bir şey eləmək olar. Yəni əgər istəsəz. Amma mən burada əməliyyat açmazdım, çünki istəməzdim burada əməliyyat açım. İstəyərdim ki, bir korreksiya gözləyim, biraz qalxış gözləyim, biraz peredişka gözləyim, çünki millət bu qalxışdan sonra mən akademiyaya Fibonacci ilə tam olaraq hissələri ayırmağı göstərəcəm ki, yəni hardan daha çox qiymət var bizdə təlim, amma yenə də bir dənə də daha ətraflı bir təlimimiz olacaq. Fibonacci sahələri ilə işləmək, Elliotdan işləmək, bunların hamısını təlimlərə əlavə edəcək. Ona görə də millət, bir dəfə ödəniş eləyirsiniz və ömürlük bizim akademiyada bizim təlimlərdən yararlanırsınız. Akademiyada olan uşaqlar zəhmət olmasa aşağıda fikirlərini bildirsinlər. Deməli millət, görürəm ki, mən hardasa buradan qırılma gedib və təxminən xeyli bir düşüş var. Burada bir istəyərdim ki, korreksiya olsun, bazar özünə gəlsin, ondan sonra bəli, buna keçid almaq olardı. Ona görə də millət elə gün olur ki, heç siqnal olmur, siqnala girə bilmirsən, siqnal olsun deyə bazara girməzlər. Yəni elə şey eləməyin. Var, girirsiniz, yoxdur, sualınıza cavab vermir, dayanmısınız, gözləyirsiniz. Ehtiyac yoxdur. Bu bizdə Bollinger Bands indikatoru idi, götürün, demo hesabda baxın. İzükat eləyin, görün necə işləyir, nətərdir, xoşunuza gəlirmi, nəticələri nətərdir və aşağıda da öz fikirlərinizi bildirin uşaqlar. Keçək biz 3-cü indikatora görə stoxastik bizə nə göstərir. Stoxastik. Çox qəşəng adı var millət, stoxastik. Çox qəşəng indikatordur. Həqiqətən də, məsəl üçün, sizin biraz bilginiz, bacarığınız varsa bazarda, stoxastik sizə çox kömək eləyəcək. Stoxastik impulsları konkret göstərir və impulslarla stoxastikdə hərəkət eləmək olur. 80-dən yuxarı overbought, 20-dən aşağı oversold. Bunda da RSI kimidir, oxşardır. Sadəcə bu qayda ilə işləmir. Yəni bunda da ancaq 80-dən 20 söhbəti keçmir. Burada da yenə də RSI-dakı kimi təxminən eynidir. Yəni bu indikatorlar çox vaxtı bir yerdə işlənilir. Yəni bir yerdə işlənilir ki, daha dəqiq siqnal alasınız. Məsəl üçün 3 indikator bir yerdə siqnal verir və sizin texniki analiz, sizin price action yenə də siqnal verir və indikatorlarla üst-üstə düşür və siz əməliyyat açırsınız. Təbii ki, o əməliyyatın gətirmə uğuru çox olacaq ki, siz kör peşman bazara girəsiniz. Təbii ki, əziyyət həmişə dəyərləndirilir və əziyyət yerdə qalmır. Siz əgər əziyyət çəkib, məsəl üçün, deməyək əziyyət. Mən xoşlamıram o sözü, çünki biz əziyyət çəkmək üçün gəlməmişik bura. Sadəcə biz bu sözü belə qəbul eləmişik. Yəni çalışaraq özün üçün proyekt işləyərək belə bir nəticələrə gəlmək olar. Stoxastik millət divergensiya və ya çarpazlanma axtarır. Yəni divergensiya və orada çarpazlanma keçir. Hal-hazırda göstərəcəm mən sizə həmən indikatoru da təbii ki, quraşdırılmasın. Burada sizin üçün saxlamışam millət 14-3-3 parametrləri ilə istifadə olunur. Yəni çətin bir şey yoxdur. Daha aqressiv trade eləmək istəyirsinizsə 5-3-3 də qoya bilərsiniz. Məsəl üçün keçirik biz yenə də indikatorlar belə deyək. Yazırıq bura. Stoxastik sразу birinci çıxır.
çox populyar indikatordur. Bütün böyük fondlar bu indikatordan konkret istifadə eləyirlər. Stoxastik bizdə RSI kimidir. Demək olar ki, eynidir, elə bir-birinə də oxşuyurlar. Sadəcə burada iki xətt var. Hansı ki, bu xəttlər divergensiyanın dəyişməsini və çarpazlanmanı göstərir. Məsəl üçün, siz burada görə bilərsiniz. Gəlin, biz böyüdək və baxaq. Baxaq ki, bizdə nə baş verir uşaqlar. Fund out valyutamızdır və bizdə burada belə bir görüntü var uşaqlar. Baxırıq, görürük ki, stoxastik görün bizdə necə işləyir. Hani burada məndə bu? Aha, bunu götürdük. Görürsünüzmü? Bura bizdə pik olub, burada belə bir pin bar mı deyim, belə bir şey var, şamımız var və buradan qiymət artıq 2 şam ataraq, burada demək olar ki, 3 dənə şamımızı yiyib və bu sahəyə, buradakı pin bar və bu sahədən keçib aşağı və burada bərkiyib demək olar və short bu dəqiqə situasiya gedir. Burada isə bizdə stoxastikdə görürük ki, bizim sarı xəttimiz əgər göyü aşağıdan yuxarı keçirsə, qiymət yuxarı gedir. Əgər sarı xətt göyü yuxarıdan aşağı keçirsə, значит bizdə divergensiya dəyişir, bizdə trend dəyişir və artıq short pozisiyalar axtarmağın vaxtıdır. Yəni bu bizə belə bir köməklik göstərir. Bundan belə bir köməkçi kimi istifadə etmək olar. Böyük time frame'lərdə özünü daha yaxşı əks etdirir. Məsəl üçün siz balaca time frame'də deyə 15 dəqiqəlikdə girmisiniz, görürsüz ki, belə bir dibdə görüntü var. Yəni bu səhvdimi? Yox millət. Çünki 15 dəqiqəlikdə millət hələ ki bizim qiymətimiz, gəlin bunu bir dənə balacalaşdıraq. Belə bir hərəkət eləyə bilər. Çünki uşaqlar bizdə burada belə bir boşluq var, var. Burada özləri üçün order blok mu deyim, FVG mi deyim, hər bir şey deyir. Karoçi, burada belə bir boşluq var. Dədə-baba dilində deyirəm mən sizə millət. Çox kitabda deyilən sözləri deməklə deyil, əsas işə yarayırmı? Einstein ən çox bilən adam idi, amma pulu yox idi. Pul qazanmaqla onları bilmək eyni deyil. Baxın millət, burada məntiq var. Burada boşluq var, aqressiv şəkildə qiymət aşağı gəlib və bu dəqiqə aşağı gedir, bəli. Amma uşaqlar, burada qiyməti necəsə olaraq, nətərsə olaraq bir buralara vurmaq istəyərlər məncə. Baba, oy, bunu dəyişək biz. Deməli, bunu yığışdıraq, keçirdək, biz bunu qoyaq. Buraları görmək istəyərlər millət. Necəsə, ya beləmi olar, nətərsə, sonra belə bir şey, belə bir gedişatdan sonra mı gedərlər, yoxsa qalxarlar mı yuxarı, bunu heç kim bilmir millət. Bunu heç kim bilmir. Yəni, bu belə işləmir. Biz sadəcə fərziyyələrlə, təxminlərlə bu bazarı ölçə bilirik. Traderlar da insandır və traderlar səhv eləyə bilir. Bunu belə bir şey gördük uşaqlar və öz stoxastikimizə baxırıq. Bəli, burada görürük ki, dibdədir və orada da biz onu görürük. Deməli, bizim 2 dənə siqnalımız var. Deməli, aha, bizdə yuxarıda maqnit kimi sahə var, hansı ki, çəkəcək qiyməti ora 100%. 100% deməyim, 100% gələcək, sadəcə ora gələnə kimi o buradan hardan dönəcək, o söhbəti var. Onu heç kim bilmir. Çünki onu market maker idarə eləyir, amma belə bir boşluqlar varsa, millət burada nə vaxtsa qayıtma şansı 90%-ə bərabərdir, 95%-ə bərabərdir. Həqiqətən də elədir. Girin, tarixə baxın, özünüz qrafiklərə uşaq deyilsiniz. Girin, baxın, görəcəksiniz ki, elədir. Yəni gəlib, iynə də olsa atırlar ora, yəni orada çünki onların orderləri var. Bazar yuxarı gedəndə aşağı gedəndə yuxarı əməliyyatlar açılır. Yəni belə bir strategiya var. Stoxastikdə bizdə 15 dəqiqəlikdir, aşağıdadır. Saatlıqda isə biz görürük ki, aşağı hələ ki süzülür. Bu nə demək istəyir bizə? Bu demək istəyir ki, bizə bu hələ ki biraz da düşə bilər. Yəni bunun hələ ki düşmə yeri var. Bura rahatdır. Burada heç bir kəsişmə yoxdur. Burada sadəcə belə bir iplər sallanıb belə bir ki, vəssalam. Yəni burada hələ ki elə bir təsdiq yoxdur ki, bu dəqiqə yuxarı gedəcək. Keçək biz 4 saatlığa baxaq. 4 saatlıqla ümumiyyətlə görürsünüzmü, qiymət hələ ki yuxarılardadır və hələ ki qiymət aşağı getməyə meyillidir. Baxın uşaqlar, görürsünüzmü?
Stoxastik çox möhtəşəmdir, stoxastik indikatoru, çünki millət, burada görürsünüzmü, yenə də kəsişmə var və bu kəsişmədən bizim qiymətimiz artıq çönüb aşağı. Stoxastik sizə kömək eləyəcək. Sadəcə millət, yenə də deyirəm, görürsünüzmü, burada biraz bokovoy trend gedir. Yəni bokovoy gedir bu. Yəni böyürləmə gedir. Məsəl üçün siz həmən bundan, nə bilim, buralarda belənçinə istifadə eləsəydiniz, buradan düz gəlməzdi uşaqlar, çox sizi minusa aparardı. Yəni tək oyundan istifadə eləmək olmaz. Təbii ki, yenə də deyirəm, görürsünüz, sahələr var. Məsəl üçün, yenə də deyim sizə uşaqlar, istəyirəm öyrənəsiz, özünüz trade eləyəsiz, heç kimə möhtac olmayasınız. İsmail bugün var, Əli bugün var, o birisi var, bu birisi var. Birdən bunlar olmasa necə olacaq? Çörəksiz qalacaqsan, öyrən. Nə qədər ki imkanı var. Baxaq biz, burada bizdə yenə də deyirəm, rezident zonası var idi. Məsəl üçün biz aşağıda olanda uşaqlar, biz bu trend də deməyə belə bokovoy gedişlə yavaş-yavaş yuxarı getmişik və hər dəfəsində belə yığa-yığa hərəkətlərimiz olub. Burada isə millət, biz qırmışıq buranı və yuxarıda bərkiməmişik hələ. Bu yalançı qırılmadır mənə elə gəlir. Yenə də deyirəm, məncə buradan qırıb gedəcəklər aşağı və aşağı gedişat olacaq. Mənə elə gəlir, çünki bizdə indikatorda onu göstərir. 4 saatlıqda görürük ki, biz artıq təpədəyik və bu indikatorları millət bir yerə qoşmaq olar. Yəni bir yerdə biz bunları işlətsək, məsəl üçün baxaq, допустим, bir dənə də mən qoşdum burada Bollingeri və bir dənə də mən əlavə eləyəcəm bura RSI. RSI indikatoru. Yox. RSI. Tak, bu indikator. Millət, bu indikatorları bir yerdə siz əlavə etdikdə sizin uğur etmə şansınız daha çox olur. Çünki plus sizin texniki analiz və price action'ınız və sizin order blokları və FVG zonalarını görməyiniz. Bunların hamısını bir yerə əlavə elədirsə, sizin qabağınızda heç nə dayana bilməz. Vso, uşaqlar, özgüvən də önəmlidir. Mən bunu analiz eləmişəm, mən bunu belə görmüşəm və bu belə olacaq. 2 dollar, 3 dollar görə kimi qaçmaq lazım deyil. Çünki minusa gedəndə çox gedirsən, amma götürəndə az götürürsən. Səndə əksin olmalıdır. Vso millət, stop loss və take profitlər haqqında burada görürsən dostum, həmən o akademiyada olan stop loss və take profit bizim təlimlərimiz, sonuncu təlimlərimiz, forex təlimləri və paylaşılmağa davam eləyir. Səni də gözləyirəm dostum. Daha çox öyrənmək üçün, bilmək üçün. Burada da millət, biz nə görə bilərik? Biz burada görə bilərik uşaqlar. Təpədir, baxdıq axı. Baxın. Günlüyə keçək, biz görürük ki, burada əməlli başlı təpə var. Bəli, bu zona çox möhkəm zonadır. 2.08 min. Nəyə görə? Çünki millət, bu psixoloji dirənc zonasıdır. Vso, buradan biz bir təsdiq aldıq. Aha, əla, yaxşı. Sonra keçirik biz, baxırıq Bollingerə, görürük ki, Bollingerdə dəyib, hətta deşib. Yaxşı, bu bizə heç nə demir. Amma keçirik biz, baxırıq stoxastika. Stoxastikdə biz görürük ki, mavi hələ yuxarıdadır, qırmızı onu altdan yuxarı keçir. Bu nəsə qəribə bir şeydir. Burada isə görürük ki, sarı yuxarıdan aşağı keçir. Bizdə bir dənə RSI biraz düzgün göstərir hələ ki. Və millət, siz indikatorların hamısını bir-birinə qoşan kimi birinci günlüyə baxırsınız, prosta. Gəlmişsiniz səhər-səhər elə belə günlüyə baxırsınız və şama da baxırsınız. Şamlar da önəmlidir, texniki analiz önəmlidir, hamısı bir yerdə işləməlidir. Sonra keçirik biz 4 saatlığa və 4 saatlıqda görək biz nəsə görə bilirikmi? Aha, 4 saatlıqda biz görürük ki, 2 dənə belə bir mumumuz var, hansı ki, sağ tərəfdəki mum sol tərəfdəkini yeyib, eyni yerdə bağlanıblar, çox gözəl. Aşağıdakının bağlanışı bundan daha aşağıdadır, yəni görürükmü? Arxasınca açılan şam, qırmızı, mükəmməl. Aha. Deməli, nə etmək olar? Buradan stop loss qoymaq olar, məsəl üçün yuxarıdan və buradan short əməliyyat açmaq olar. Short əməliyyatı açmaq üçün hara kimi açmaq olar? Yenə də deyirəm, FVG zonalarını və order bloklar, orta zonalar, 50%lik düşüş. Yəni siz nə qədər götürmək istəyirsiniz bazardan, əməliyyatınız hansı strategiyaya uyğundur, strategiyaların hamısını mən öyrədirəm uşaqlar, gələ bilərsiniz. Buradan məncə yalançı qırılma olacaq. Yalançı qırılma olmasa belə qiymət gəlib, burada oynayıb çıxıb gedəcək. Yenə də bizim indikatorlarımız bizə köməkçi olacaq. Hal-hazırda biz indikatorların yuxarıda olduğunu görürük. Burada da belə bir situasiya görürük. Buradan əməliyyat açmaq olarmı? Swing üçün açmaq olar, amma day trade üçün mən biraz da gözləyərdim. Hansı ki, bayaq sizə
dediyim kimi qiymət biraz da yuxarı qalxsın, ondan sonra mən əməliyyata girərdim uşaqlar. Yəni belə bir şey. Yəni gəlsin, biraz oynasın, ondan sonra yenə də short əməliyyat açmaq olardı. Oldu millət, bugünkü video bu qədər. Bu indikatorlar hamısı köhnə indikatorlardır, dədə-baba indikatorlarıdır. Bunlar hamısı işləkdir. Sadəcə yenə də deyim, düzgün istifadə eləmək lazımdır. Sadəcə indikatora baxım, gedim əməliyyat açım deyə olmaz. Uşaqlar, bura maliyyə bazarıdır, burada çox böyük risklər var. Risk edə bilməyəcəyiniz, itirə bilməyəcəyiniz, rahat ola bilməyəcəyiniz məbləği bura yatırım eləməyin. Borc, kredit, xərc, belə şeylər olmaz. Özünüz işləyin, 5-10 manat qazanın, onunla öyrənin. Oldum millət. Hamınıza uğur və nailiyyətlər və bolca keş. Növbəti videoda görüşmək ümidi ilə hələlik. Hər birinizi akademiyada gözləyirəm.